söz hər zamanda, sözün təsiri əməlin təsirindən zəif olub. Hər zamanda. Amma indiki zamanda mən sizə əminliklə deyərəm ki, söz ümumiyyətlə təsirini itirib. Ümumiyyətlə. İndi deyirsiniz ki, heç qalmayıb, cüzi bir təsiri qalıb. İndiki zaman həmən zamanda gəlib çatmışıq. Ona görə əgər bir valideyn etimad edir ki, mən sözlə övladımı, təkcə sözlə nəsihət eləyəcəm, o düzələcək, yanılar o valideyn. Əgər bir müəllim güman edir ki, ancaq sözlə mən şagirdimi tərbiyələndirəcəm, təhsil demirəm, təhsil problemdir, təhsil sözlə mümkündür, təlim mümkündür. Mən tərbiyədən danışıram. Tərbiyə ayrı şeydir, təlim ayrı şeydir. O əziz qardaşımızın gözəl bir sözü var, həmişə deyirəm o sözü, siz də deyin o sözü, tez-tez deyin, əzbərləyin. Gözəl sözləri əzbərləyək və yayay, insanlara çatdıraq. Gör nə qəşəng sözdür, deyir, təlim orta da olsa olar, amma tərbiyə mütləq ali olmalıdır. Qəşəng sözdə, xoşun gəldi. Xoşun gəldi. Təlim orta da olsa eybi yoxdur. Təhsil orta da olsa eybi yoxdur. Amma tərbiyə mütləq ali olmalıdır. Mütləq. İstəsin ki, əgər boş sözlə mən insanları tərbiyələndirəcəm, nəticə əldə eləyəcəm, təkcə söz, demirəm, amma söz lazımdır, yox. Söz kifayətdir, fərqi var. Söz kifayətdir, indiki zamanda heç kifayətdir. İndi cavan istəyir ki, əməl. İndi evdə uşaq baxır valideynin əməlinə. İndi şagird baxır müəllimin əməlinə. İndi tələbə baxır ustadın əməlinə. İndi həmən zamanda, əzizlərim. Və ona görə hamımız giləylənirik. Söz neçə dəfə demişəm, başa düşmür. Neçə dəfə demişəm, təsir eləmir. Niyə? Çünki deyirsən axı, göstərmirsən. Göstər, əzizim. Göstər. Qoy o gözəlliyi səndə görsün. Görsə aşıq olacaq. İnsan, bir dənə də sizə qayda deyim. İnsan fitrətən gözəl sözə aşıqdır, gözəl əmələ aşıqdır, gözəlliyə aşıqdır. Görsə o gözəlliyi onun ardınca gedəcək, ona aşıq olacaq. Amma söz ona təsir qoymur. Niyə? Çünki sözün danışanı ona əməl eləyib, eləməyib, təsir. Mən o sözün əksini onda görsəm ona qulaq asmaram. Söz etibarını itirir, söz etimaddan düşür, qüvvədən düşür. Kərbəlanı özəl eləyən, xüsusi eləyən nədir? Kərbəla göstərdi, Kərbəla demədi. Məgər Qəmər xanım, Ümmü Vəhəb, tarixdə Ümmü Vəhəblə məşhurdur, Vəhəbin anası, amma Qəmər xanımdır xanımın adı. Məgər Qəmər xanım insanlara dedi ki, ixlaslı olun. Məgər sözlə xütbə elədi Kərbəlada. Bir dənə əməllə ixlas dərsi verdi bütün bəşəriyyətə. Mən demirəm Kərbəladakılara. Çünki yadınızda qalsın, əgər desin ki, Kərbəladakılara dərs var, sən onda Kərbəlanı balacalaşdırarsan. Sən desin ki, Kərbəla təkcə bizim üçündür, yenə Kərbəlanı balacalaşdırarsan. Fəzilətini aşağı salarsan. Bəziləri var, İmam Hüseyin mənim də elə bilir ki, bundan İmam Hüseyinə fəzilət ver. Yox, balacalaşdırma. İmam Hüseyin sənindir, mənimdir, dünyanındır, bəşəriyyətindir. Kərbəla bir qövmündür, bir coğrafiyaya məxsusdur, bütün dünyaya məxsusdur. Bütün insanlığa məxsusdur. Bütün bəşəriyyətə məxsusdur. Ona görə demə Qəmər xanım Kərbəladakilara dərs verdi. Denən Qəmər xanım insanlığa, bəşəriyyətə, bizə, qiyamət gününə qədər yer üzərində olan bütün Adəm övladlarına ixlas dərsi verdi. Əməllə, necə? Kəsilmiş oğlu Vəhəbin başını atdılar onun ayağı altında. Niyə? Niyə onun ayağının altına oğlun başını atdılar, digərlərini atmadılar? Niyə? Çünki hamısı, bəzi qadınlar qalmışdılar Kərbəlada, təllin üstündən baxırdılar. Ancaq bu Qəmər xanım təldən də düşmüş, təl yəni təpə, hündür yer. Oradan da düşmüşdü aşağı. Qətilgaha lap yaxınlaşmışdı. Lap yaxından baxırdı ki, görüm oğlum necə şücaət göstərir. Yaxından baxırdı, lap yaxından. O ki, lap yaxından baxırdı oğlunun şücaətinə, ona görə onun oğlunun başını kəstilər, atdılar ananın ayağı altına.
Gör ana neynədi? Ana demədi mən ixlaslıyam, mən Allaha xatir gəlmişəm bura. Yox. Götürdü oğlunun kəsilmiş başını öpdü, qoydu gözü üstə. Təzədən atdı meydana, dedi biz Allah yolunda verdiyimizi geri almırıq. Yəni bu yaddan çıxar. Bu unudula bilər. Bunu hansı insan unudar?